Herkese salam. Bugün şans imtahanına hazırlaşan abituriyentlər və sertifikasiya imtahanı verəcək müəllimlər üçün impulsun saxlanma qanununa aid maraqlı 5 sual izahını baxacağıq. 2 sual DİM test toplusundan, 3 sual isə Türk toplusundandır. Gəlin başlayaq. Şaqlı yuxarı atılmış mərmi trayektoriyanın ən yüksək nöqtəsində 3 qəlpəyə parçalanır. Qəlpələrdən ikisi eyni impulsla MV-nin istiqamətində uçurlar. 3-cü qəlpənin hərəkət istiqamətini müəyyən edin deyir. Belə sualları impulsun saxlanma qanununa əsasən həll etməliyik. İmpulsun saxlanma qanunu P ilk bərabərdir P son. Yəni partlamadan əvvəlki impuls partlamadan sonraki impulsa bərabər olmalıdır. Və mütləq üzərində vektor işarəsi qoymalıyıq. Bu deməkdir ki, impuls həm qiymətcə, həm də istiqamətcə sabit qalmalıdır. Buradan bizə verilən məsələdə ən yüksək sözünə diqqət etdirmək lazımdır. Çünki bir cisim yuxarıya atılan zaman ən yüksək nöqtəyə çatanda anlıq dayanır, sürət sıfırlanır, sonra aşağı düşür. Bizim mərmi də atılır, ən yüksək nöqtəyə çatandan sonra partlayır. Yerdən hansı sürətlə atıldığının heç bir önəmi yoxdur. Partladığı andakı sürətin önəmi var. Onda da sürəti sıfırdır. İmpuls da MV-yə bərabər olduğu üçün sürət sıfır. Onda deməli mənim ilk impulsum da sıfıra bərabərdir. Onda son impuls da sıfır olmalıdır. Yəni yazırıq bərabər 0. Gəlin qəlpələrimizi tətbiq edək. Qəlpələrin biri yuxarıya yönəlir. Qəlpələrdən biri yuxarıya N olan, M qəlpəsi isə sola doğru yönəlir. Onda 3-cü qəlpənin necə yönəldiyini tapmaq üçün əvvəlcə bu iki qəlpənin yekun impulsunu tapmalıyıq. Vektorların toplanma qaydasına əsasən bu iki vektorun cəmi belə yönəlir. Yəni P, M, N. Bu ikisinin impulsudur. Onda 3-cü impulsda, 3-cü qəlpənin impulsu da bu ikisinin cəminin tam əksinə yönəlməlidir ki, bizim impulsumuz sıfıra bərabər olsun. Bu da 3-cünün impulsu. İmpulsu da bu istiqamətdə yönəldiyi üçün sürət də bu istiqamətdə olacaq. Yəni cavabımız 3. B variantı. Növbəti sualda V0 bərabər 30 metr/saniyə sürətlə şaqlı yuxarı atılan cisim 2 saniyə sonra 3 qəlpəyə ayrılır. Qəlpələrin sürətlərini və kütlələrini verib, 3-cü qəlpənin hansı istiqamətdə və hansı sürətlə hərəkət edəcəyini soruşur. Belə sualı həll etmək üçün yenə impulsun saxlanma qanunundan istifadə edirik. Gəlin əvvəlcə cismimizi çəkək. Kütləsi 4M və yuxarıya doğru V0 bərabər 30 metr/saniyə sürətlə atılıb. Amma biz ilk impuls olaraq bu kütləni 4M-i 30-a vurub 120M deyə bilmərik ilk impuls. Çünki cisim bu anda partlamayıb, 2 saniyə sonra partlayıb. Bizə lazımdır 2 saniyə sonraki sürəti. Cisim yuxarı atıldıqca sürət dəyişir. Sürət dəyişirsə impuls da dəyişmiş olur. 2 saniyə sonra sürətini təyin edək. Kütləsi 4M yuxarıya doğru hərəkət edir. Sürəti təyin etmək üçün ağırlıq qüvvəsinin təsiri altında hərəkətdən bilməlisiniz ki, cisim yuxarı atılan zaman hər saniyə sürətini 10-dan azaldır. Bu cisimdə 2 saniyə sonra partladığı üçün sürəti olacaq 10. Çünki atılanda sürəti 30 idi. V bərabərdir 10. Bəli, ilk impuls olaraq bunu götürməliyik. Onda əvvəlki şəkli silim. Bizim ilk impulsumuz nəyə bərabər oldu? MV-yə əsasən 4M-i 10-a vuranda ilk impuls olur 40M. Onda son impuls da belə olmalıdır və istiqamətcə də eyni. Burada cisim yuxarıya doğru hərəkət edirsə, onda ilk impulsumuz da yuxarıya doğrudur. Son impuls da yuxarıya və 40M olmalıdır. İndi qəlpələrimizi çəkək. Biri M kütləsi var və sağa doğru 2V sürəti ilə hərəkət edir. Digərinin kütləsi 2M-dir və sola doğru V sürəti ilə hərəkət edir. Bizə lazımdır 3-cü qəlpə. 3-cü qəlpənin kütləsi M olacaq. Çünki 2M, M, digər də M olmalıdır ki, əvvəl axı kütləsi 4M olub. İndi burada nəyə diqqət yetiririk? Sağa doğru impulsumuz nəyə bərabərdir? M vurulsun 2V olur 2MV. Sola doğru impuls nəyə bərabərdir? Bu da 2MV. Onda bu impulslar bir-birini apardı. Çünki əks istiqamətdə yönəlir.
impulslar sıfırlandı. Onda üçüncü qəlpənin istiqaməti necə yönəlməlidir? Tapdıq artıq. Çünki başlanğıc impulsumuzun istiqaməti yuxarı yönəlib. Onda üçüncü qəlpədə yuxarı yönəlməlidir ki, impulsun saxlanma qanunu ödənsin. İstiqaməti təyin etdik. İndi əsas məsələ qiyməti təyin etməkdir. İlk impulsda kütləmiz 4 idi, sürət 10 idi. Yəni ilk impulsumuz 40 m bərabər idi. Son impulsumuz da 40 m bərabər olmalıdır. Kütlə m-dirsə, onda sürətimiz 40 olmalıdır ki, v bərabər 40. 40-ı m-ə vuranda 40 m alaq. Və yaxud da burada yerinə qoyub da tapa bilərik. Bərabərdir kütlə m vurulsun v3. Buradan v3-ü tapanda m-lər ixtisar gedir. 40-a bərabər olduğunu tapırıq. Deməli, üçüncü qəlpəm yuxarıya doğru 40 m/saniyə sürətlə atılmış olur. Növbəti sual. Bu sual digərlərinə nisbətən daha asandır. 4m kütləli cisim dayanıb və dayandığı yerdə 2 qəlpəyə ayrılır. M və 3m kütləli. Və hərəsi bir istiqamətdə müəyyən bir sürətlə hərəkət edirlər. Bu sürətlərin nisbətini soruşur. Yenə impulsun saxlanma qanunu. P2 bərabər P son mütləq vektor qoyuruq. Sıfıra bərabər olmalıdır. Çünki dayanmışdır cisim. Dayandığı anda sürət sıfırdırsa, impuls da sıfırdır. Onda deməli son da sıfıra bərabər olmalıdır. Sonun sıfır olmaq o demək deyil ki, bu cisimlər heç bir sürətlə hərəkət eləmir, dayanmalıdırlar. Xeyr. Əks istiqamətdə hərəkət edirlərsə, impulslar bir-birinə bərabər olmalıdır ki, bir-birlərini sıfırlasın. Onda 3m kütləli cisim sağa doğru v sürəti ilə hərəkət edirsə, m kütləli cisim sola doğru 3v sürəti ilə hərəkət etməlidir. Bunların da hasili, yəni impulsu 3mv olur. Bunun da hasili 3mv olur və bir-birini sıfırlayır əks istiqamətdə olduğu üçün. Və yaxud da əgər yazmaq lazımdırsa, m vurulsun v2 bərabər olmalıdır 3m vurulsun v1-ə. Buradan v1 bölünsün v2-ni tapanda m bölünsün 3m yazırıq. İxtisar gedir. Cavabımız 3-də 1. Türk toplusundan növbəti suala baxaq. 5 kiloqram kütləli bir cisim dayanıb və dayandığı anda 3 hissəyə parçalanır. 2 hissənin istiqamətini və sürətini verib, üçüncünün istiqamətini, sürətini təyin etməliyik. Bunu da impulsun saxlanma qanununa əsasən təyin edirik. P2 bərabər P son. Cisim partlamadan öncə dayandığı üçün sürəti sıfıra bərabərdir. Onda deməli ilk impulsumuz sıfıra bərabərdir və son da sıfır olmalıdır. İndi hissəciklərə baxaq. Hissəciklərin impulslarını təyin edək. Sola doğru birinci cismin impulsu mv-yə əsasən kütlə 2, sürət 4-dürsə, onda P1 bərabərdir 2 dəfə 4-ün 8. İkinci cismin impulsu isə 2 dəfə 3-ün 6-ya bərabərdir. Bu ikisinin cəmi, vektorial cəmi bilirik ki, belə yönəlir. P1, 2 və qiyməti 6, 8-dirsə, vektorial cəmlə 10 alırıq. Onda bizim üçüncü qəlpəmiz bu ikisinin cəminin tam əksinə yönəlməlidir impulsu. Yəni bu istiqamətdə yönəlməlidir ki, sıfır ala bilək. Üçüncü impulsumuz da bu istiqamətdə yönəlir və qiymət də 10-a bərabər olmalıdır. Tapdıq. Üçüncü qəlpənin gəlin kütləsini təyin edək. Birinci 2, o birisi də 2, cəmi 5 kiloqram olduğu üçün onda deməli M3 V3 bərabər olmalıdır 10-a. M3 də 1 kiloqramdır, onda V3 bərabər 10. Bu istiqamətdə və 10 m/saniyə sürətlə hərəkət etmiş olacaq. Bu sual digərlərinə nisbətən vaxt aparan sualdır, amma sertifikasiyada hansı tip sual salacaqlarını bilmədiyimiz üçün bu izahın da sizə bir faydası dəyəcəyinə inanıram. Ümid edirəm ki, o qısa vaxtda bu qədər vaxt aparan sual salmazlar. 2m kütləli cisim yuxarıya doğru 30 m/saniyə sürətlə atılır.
və atıldıqdan 3 saniyə sonra daxili partlama nəticəsində 2-yə bərabər yerə ayrılır. Birinci hissə aşağıya doğru 40 metr bölü saniyə sürətlə hərəkət edir. O biri hissənin partlayışdan neçə saniyə sonra yerə düşəcəyini soruşur. Tapaq, yenə impulsun saxlanma qanununa əsasən P ilk bərabər P son. İlk impulsu 30'u 2'ye vurub 60'ım demirik. Çünki 3 saniyə sonra partlayıb. 3 saniyə sonra cisim yuxarı qalxmış olur və sürəti 0 olur. Çünki 30 ilə yuxarı atılan cisim hər saniyə sürətini 10-dan azaldır. Və 3 saniyə sonra h maksimalda olur. Orada da anlıq dayanır, sonra düşür yerə. Bu cisim də lap yuxarıda olanda partlayıb. Onda deməli partlayan anda sürəti 0-a bərabər olduğu üçün ilk impuls 0-dır. Onda son impulsumuz da 0 olmalıdır. İndi gəlin parçalandığı hissələri seçək. Bərabər hissəyə bölünüb deyir. Onda M kütləli cisim aşağıya doğru 40-la hərəkət edir, şərtdə verib. Digər M kütləli cisim də yuxarıya doğru 40-la hərəkət eləməlidir ki, bizim yekun impulsumuz 0-a bərabər olsun. Bundan sonraki həlli ağırlıq qüvvəsinin təsiri altında hərəkətə əsaslanır. Şəkli silək, sadəcə ikinci hissəni çəkək və onu həll edək. M kütləli və yuxarıya doğru 40-la hərəkət edir. Gəlin görək cisim atıldıqdan 3 saniyə sonra hansı hündürlükdə olar? Bunu tapmaq üçün, yəni bax bu partlayan anda hansı hündürlüyə qalxıb sonra partlayıb, onu tapmaq üçün H maksimalın düsturuna əsasən V0 kvadratı bölünsün 2J, V0'umuz 30'dur. 900 bölünsün 20, cavab 45 metr. Deməli 45 metr sonra partlayıb. Və partlayandan sonra yuxarı gedən qəlpənin sürəti 40-dır. 40-dırsa 4 saniyə yuxarı çatmış olur. Onda biz məsafəni necə bölürdük? 4 saniyə yuxarı çatıbsa, yuxarıdan aşağı 5, 15, 25, 35 olaraq bölürdük. Gəlin bölək. Yuxarı 5, 15, 25, 35 metr hər saniyədə məsafəni qət edir. Deməli, yuxarı qalxanda birinci saniyə 35 metr qalxır. O biri saniyə 25 metr qalxır. O biri saniyə 15 və 5 metr qalxır. Bu H maksimala çatır. Sonra bütün bu məsafəni aşağı düşür. 5, 15, 25, 35 və bu aşağıda bilirdik ki 45 tapdıq. Onda deməli 4 saniyə qalxdı. Bura 5, hər bu məsafəni 1 saniyə düşmüş olur da. 4 saniyə qalxdı, 5 saniyə düşdü. Cəmi 9 saniyə sonra yerə düşmüş olacaq.